möminlər cəmaatın içindən çıxır, seçilir və bəlli olur. Ümumiyyətlə cənnət çətinliklərlə, bəla və müsibətlərlə əldə oluna bilər. Cənnəti əldə eləməyin yolu müəyyən sınaqlardan çıxmaq, imtihanlardan çıxmaqdan ibarətdir. İnsan bəlalarla yetişməyənə qədər kamilliyin nə olduğunu anlamaz, imanın ləzzətini dada bilməz. Cənnət çətinliklərlə əldə olunur. Çətinliyə səbr eləməyən adam cənnəti tapa bilməz. Allah ona görə hərdən bəla göndərir, imtihan göndərir insanlara və öz bəndələrini ayırır insanların içindən. Bəla gələn zaman böyük bir dəstə qaçır dünyasının dalıyca. Böyük bir dəstə qaçır dünyasının dalıyca möminlər qalır. Allah da möminlərə öz hədiyyələrini, mükafatlarını verir. Peyğəmbərlərin hamısının zamanında belə olur. Möminlər bəla ilə tanınır. Bəlalara səbr eləyib, şükür eləyənlər Allahın sevdiyi bəndələr olur. Səbr eləyən insanların mükafatı bu olub ki, Allah onları sevib. Allah da sevdiyinə özünə layiq mükafat verir. Odur ki, bəla insanın zəifliyini özünə anladır. Bəla insanın özünü özünə tanıtdırır. Bəla insanı tərbiyə eləyir. İnsanı möhkəmləndirir. İnsanın Allaha olan təvəkkülü imtihan olunur bəla zamanı. Nə dərəcədə Allaha təvəkkülü var? Təvəkkülün tərifini bir alim